Bunu söylemək nə qədər kədərli olsa da, bu 11-lərin məktəb qarşısında son çıxışlarıdır. 11-lərə İnanırsınız, mən bu günü həm sevirəm, həm də sevmirəm. Murad Azərbaycanın fəxri olan məzunlardandır. Mən Amerikanın, İngiltərənin, Almaniyanın fərqli universitetlərinə qəbul almışam. Salam, hər vaxtınız xeyir olsun. Çoxdan da mən vlog çəkmirdim. Ona görə də istədim ki, sizlə bu günümüzü bölüşüm. Bugün biz Xətai rayonunda yerləşən Zəkalar liseyindəki məktəblilərin son zəngində iştirak eləyirik. Son zəng hamımız üçün çox həssas bir, belə deyək də, xatirədir. İnsanlar həm kövrəlir, amma bilirlər ki, onları qarşıda daha gözəl, daha rəngarəng, daha uğurlu və daha yaxşı yollar gözləyir. Amma hər halda bugün bu uşaqlar, baxın, hamısı çox həvəsli, bəlkə də çox kədərlidirlər. Çünki 11 illik yoldaşlarından ayrılırlar. Bütün bunları birazdan vlogda görəcəksiniz. Sən bugün məzun olursan, gələcəklə bağlı planların nədir, hisslərin nədir? Gələcəklə bağlı planlarım ilk öncə ali məktəbə qəbul olmaq istəyirəm. İnşallah. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətdir. Hərbi xidmətdən də sonra iş, karyera. Bəs ixtisas olaraq nə seçmək istəyirsən? İxtisas olaraq Memarlıq İnşaat Universitetinin lojistikasını. Sən də özünü alqışla. Sən hansı ixtisas seçmək istəyirsən? Mən iki ixtisas arasında qalmışam. Hüququ seçmək hədəfimdir. İnşallah. Uğurlu yol olsun. Çox sağ olun. İnanırsınız, mən bu günü həm sevirəm, həm də sevmirəm. Bugün mən neçə illik alışdığım balalarımdan həm ayrılıram, amma bir tərəfdən də sevirəm ki, onları müstəqil həyata yola salıram. Hamısı da uğurlu, hamısı da gözəl gənclərdir. Zəkalar liseyi yarandığı gündən öz nailiyyətləri ilə fərqlənmişdir. Bu ildə bir çox uğurlara imza attı. Hər birinizi ölkəmizin tərəqqisində, inkişafında töhfə verməyə çağırıram. Burada isə qızıl medalçılar, olimpiada qalibləri, təhsil və idman sahəsində nailiyyət göstərmiş məzunlar, həmçinin tədrisdə fərqlənən yenilikçi müəllimlər təltif olunurlar. Başlayaq. Bütün 11-lərə uğurlar arzulayır. Bütün 11-lərə uğurlar arzulayır. Mamaya baxma, mənə bax. Deməli, burada çox qəşəng bir geyimdə bir qız var. Tanış olaq səndən. Adı nədir? Ümmü Leyla. Leyla. Bəli. Leyla, sən nə gözəl geyinmisən. Hansı rəqs eləyəcəksən? Mən 11-lərlə oynayacağam və sarı gəlin rəqsini oynayacağam. Onda sarı gəlin sənsən. Bəli. Uğurlar olsun sən. Leyla, neçədə oxuyursan? 5-i bitirdim. Və Leyla gələcəkdə nəçə olmaq istəyir? Həkim. Deməli, bu qəşəng uşaqlar, yaraşıqlı uşaqlar bu 1-ci sinifdə oxuyurlar və 1-ci sinifi bitirirlər. Sən 11-ci siniflərə nə demək istəyirsən? Bütün 11-ci siniflər şanslar bol oxuyurlar. Aha. Və sən 11-ci siniflərə nə demək istəyirsən? 11-ci siniflərə uğurlar, şanslar bol olsun. Bacın bugün məzun olur. Hə, bugün məzun olur. Bir də mənə dedilər ki, son zəngi sən çalacaqsan. Bəli, Bu çox çətin və məsuliyyətli bir işdir. Sənə uğurlar arzulayıram. çox sağ Və ol. sənin gücün çatacaq son zəngə. Çatar. Deməli, mən bu uşaqları burada tanıdım. Muradı təltif elədilər və mən dedim ki, mütləq onunla söhbət eləməliyik. Çünki Murad Azərbaycanın fəxri olan məzunlardandır. Murad, sən özün danış, hara qəbul olunmusan və hansı ixtisasa? Mən Amerikanın, İngiltərənin, Almaniyanın fərqli universitetlərinə qəbul almışam, Computer Science ixtisası üzrə. Bununla gələcəkdə necə fəaliyyət göstərmək istəyirsən? Azərbaycana gəlmək istəyirsənmi? Təbii ki, Azərbaycana geri dönüb ölkənin inkişafında töhfə vermək istəyirəm və gənclərə də tövsiyəm budur ki, xaricdə yüksək səviyyə təhsil aldıqdan sonra ölkəyə geri dönüb ölkəmizə töhfə verək. Kompüter mühəndisi olaraq ixtisaslaşmaq istəyirsən, yoxsa ümumi bu sahəni sevirsən? Bakalavr üzrə kompüter mühəndisliyini oxumağı düşünürəm. Artıq magistrda
ixtisasımı dəyişib data analiz oxumaq istəyirəm və orada ixtisaslaşmaq istəyirəm. Murad, son zənglə bağlı təəssüratları nədir? Çox yaxşı idi, əyləndik, amma həm də kədərləndik. Biz sinif yoldaşlarım üçün və digər yoldaşlarım üçün təbii ki, darıxacam. Həm hələ xaricə gedirəm oxumağa, daha da görmək az olacaq. Əla idi və bacıma da uğurlar arzu edirəm. İnşallah gələcəkdə də onun son zəngində də uğurlar. Bacınla da söhbət eləyəcəyik bu arada. Bu medallar Ayanın elmindən, biliyindən xəbər verən vizual nümunələrdir. Ayan Muradın bacısıdır və onlar həqiqətən də hər ikisi də belə deyə də gələcəyin ziyalıları olacaqlar. Mən bundan əminəm. Ayan neçədə oxuyursan? 10-cu sinifdə. Aha. Ayan, sən gələcəkdə hansı ixtisas seçmək istəyirsən? Mən də data analiz, data scientist, bu sahələr, computer scientist. Dövrün ixtisaslarını seçiblər artıq uşaqlar, yəni müasir dövrün ixtisasları bunlardır. Bir də Ayan mənə maraqlıdır. Bu medallarla bağlı deyə bilərsən hansılar, hansı müsabiqələrdəndir? Bu AMO Amerikan Matematik Olimpiyatdan 2022-ci ildə almışam, bürünc medaldır. Burada 2023-də yenə AMO-dan bu dəfə gümüş medal almışam. Sonra Kenguru Riyaziyyat Olimpiyadası var, 2023-də gümüş medal. Maths Challenge Riyaziyyat Olimpiyadası var, 2023-də gümüş medal və saf 2021-də də qızıl medal almışam mikrobit kateqoriyası üzrə. Bu iki medal beynəlxalq olimpiyadadandır da onda? Bəli, Amerikan olimpiyadalarıdır. Bilməyənlər üçün deyim ki, STEAM Azərbaycan festivalı var. Orada şagirdlər belə yenilikçi ideyalarını, layihələri ilə çıxış eləyirlər. Sənin layihə nə idi? Bizdə mikrobit kateqoriyası var idi. O kateqoriya üzrə bir katapult düzəltməli idik və biz də onu düzəldərək birinci yerə qalib olmuşdu orada. Hətta qardaşımla bir yerdə ona iştirak etmişdim. İkimiz də birinci yerə olmuşduq. Data mühəndisi olmaq istəyirsən? Bəli. Aygün xanım bu məktəbin direktorudur, həm də eyni zamanda ixtisasca biologiya müəllimidir. Elə ona görə də hiss olunur ki, məktəbin şagirdləri riyaziyyat, biologiya, kimya sahəsində çox uğurludular. Təbrik eləyirəm sizi. Çox sağ olun, təşəkkür eləyirəm. Bu illəri 111 nəfər şagirdimiz bitirir və 76 nəfəri 200-dən yuxarı və 51 nəfəri 250-dən yuxarı nəticə göstərib. Və buraxılış imtahanlarında ən yüksək nəticəmiz 300-dən 297,5-dir. 7 qızıl medalçımız var. Savad öz yerində yaxşı insan və vətənpərvər gənclər olsunlar. Bugün bizim üçün o çox vacibdir. Bu yaraşıqlı oğlan isə artıq öz ixtisasını seçib. Salam. Aleyküm salam. Polis akademiyasına getmək istəyirəm. Balımı da yığmışam. İnşallah düşərəm. Bacıma yeni attığım həyatında uğurlar. Artıq universitetə gedəcək. Daim yolu açıq olsun, uğurlu olsun, nə arzusu varsa yeni. Və bacınız, sən hara hazırlaşmısan? Mən Bakı Dövlətə, beynəlxalq münasibətlərə. Qəbul olmusan? Bəli, amma yenə balımı alışdırmaq üçün ikinci imtahana da girəcəm. Məhəmmədin nənəsi buradadır, onun son zəngini qeyd eləmək üçün. Məhəmmədə nələr arzularsınız? Я желаю, чтобы его мечты сбылись, чтобы он поступил в этом году, чтобы мы все радовались. Я очень жду этого дня. Hansı ixtisas, hansı sahə sənə maraqlıdır? Mənə inşaat mühəndisliyi sahəsi maraqlıdır. Əla, uğur olsun. Babası kimi. Sağ ol.